Yaxın Şərq, Cənubi Qafqaz, ümumilikdə Asiya qitəsində gedən müharibələrdən sadəcə biri ədalətlə başa çatıb. O da 44 günlük müharibədir. Bu fikirləri Qərb Azərbaycan televiziyasına eksklüziv müsahibəsində İsrailli politoloq Yuri Baçarov deyib. Politoloq bildirib ki, bugün dünyanın müxtəlif ərazilərində müharibələr gedir, amma sadəcə birində nöqtə qoyulub. Azərbaycan öz torpaqlarını 30 ildən çox davam edən işğaldan azad edib. Baçarov vurğulayıb ki, Azərbaycan bugün regionda həm siyasi, həm iqtisadi gücə malik olmaqla yanaşı, həm də etibarlı tərəfdaşdır. Официально наши отношения уже на уровне двух правительств. Bizim iki dövlət səviyyəsində çox yüksək rəsmi əlaqələrimiz var. Biz strateji tərəfdaşıq. Təkcə İsraildə olan diasporumuz demir. Bütün İsraillilər deyir ki, biz bura evimizə gəlirik. Azərbaycan çox güclü ölkədir. İndi Azərbaycana yaxın şərqdən çoxlu turist gəlir. Azərbaycan prezidenti həm iqtisadi, həm də hərbi məsələləri həll edə bilir. O, yaxın şərqdəki insanların gözündə də əlbəttə ki, çox hörmət bəslənən insandır. Azərbaycan İsraillə dostluq edir. Əgər belə uğurları və lideri olan bir müsəlman ölkəsi İsraillə dostluq edirsə, demək burada pozitiv məqamlar var. Yuri Baçarov öz ata-baba yurtlarından zorla çıxarılan Qərbi Azərbaycanlıların geri qayıdış hüququna da toxunub. İsrailli politoloq vurğulayıb ki, Qərbi Azərbaycanlıların geri qayıdışı nəinki soydaşlarımız, eləcə də Ermənistan üçün də müsbət məqam ola bilər. Есть право, стопроцентное, которое признает ООН. Sizin qayıdış hüququnuz var. Bu hüququ BMT-də tanıyır. Belə ki, qurumun prinsiplərində bu hüquq yer alır. Öz qanuni hüquqlarınız uğrunda sizin dəqiq hədəfləriniz var. Siz axı müharibə deyil, sülh istəyirsiniz. Siz daha əvvəl yaşadığınız yerdə yaşamaq istəyirsiniz. Orada işləmək, bu ölkəyə fayda vermək istəyirsiniz. Politoloq tarixi ədalətin tezliklə bərpa olunacağına, Qərbi Azərbaycanlıların öz evlərinə qayıdacağına, bölgədə davamlı və dayanıqlı sülhün əldə ediləcəyinə inamını ifadə etdi. Lamiyə Rövşənqızı, Kamal Hüseynli, Ceyhun Tarverdiyev, Qərbi Azərbaycan televiziyası.